Salam hər bir kəsə. Bu gün biz Avstraliya haqqında məlumatlara sahib olacağıq. Deməli, Avstraliya cənub və şərq yarımkürəsində yerləşir və cənub tropik xətti kəsdiyi üçün iki işıqlanma, yəni tropik və mülayim işıqlanma qurşağında yerləşir. Deməli, Avstraliyanın böyük bir hissəsi məhz mülayim işıqlanma qurşağında yerləşir. Aid olduğu materikin ucqar nöqtəsi şimalda York burnu, qərbdə Steep Point burnu, şərqdə Byron burnu, cənubda isə cənub-şərq burunlarıdır. Avstraliyada Hind okeanın yuduğu sahillər Sakit okeana nisbətən daha çoxdur. Yəni aydındır məsələdir ki, burada böyük bir hissəsi məhz Hind okeanı yuyur, digər böyük su ayrıcı və Cape York yarımadası, ta ki cənuba kimi ərazilər isə Sakit okean tərəfindən yuyulur. Burada Yeni Qviniya adasından Torres boğazı vasitəsilə, Tasmaniya adasından isə Bass boğaz vasitəsilə ayrılır. Ərazisində qədim Paleozoy yaşlı böyük su ayrıcı dağları mövcuddur və ən uca zirvəsi isə mülayim işıqlanma qurşağında 2228 metr, yəni Kastiyuşka zirvəsi burada yerləşir. Sahillərində Timor, Arafur dənizləri, daha sonra Tasmaniya dənizi, Carpenteri körfəzi, Böyük Avstraliya körfəzi, Spencer körfəzi və burada coğrafiyaçılar körfəzi də mövcuddur. Və onu da qeyd edək ki, Avstraliyanın aid olduğu materik dünyanın ən quraq materiki hesab olunur. Avstraliyanın fiziki xəritəsinə baxdıqda görə bilərik ki, burada Qərbi Avstraliya yaylası, Böyük qumlu səhra, yəni tropik işıqlanma qurşağında yerləşir. Böyük Viktoriya səhrası mülayim işıqlanma qurşağında. Burada Nallar-Bor düzənliyi, Hibson səhrası, Simpson səhrası və mərkəzi ovalıq. Fikir versək, mərkəzi ovalıq adı mərkəzdir, amma nisbətən şərqdə yerləşir. Buna da diqqət edək. Avstraliyada böyük artizan hövzələri də mövcuddur. Ən böyük yarımadalarından Cape York və Arhimnit yarımadası burada yerləşir. Və Arhimnit yarımadasında uran ehtiyatı, Cape York yarımadasında isə boksit ehtiyatı daha geniş və dünyada daha salib seçilən ərazilərdəndir. İqliminə baxdıqda isə şimal hissələri Arhimnit, Cape York yarımadaları subekvatora iqlim qurşağında, böyük bir hissəsi tropik kontinental iqlimdə deyə bilərik. Sonra subtropikin aralıq dəniz iqlim tipi, sonra böyük su ayrıcı dağların şərq hissələri tropik dəniz iqlimdə, daha sonra burada subtropikin bərabər rütubətlisi və burada Nallar-Bor düzənliyi isə subtropikin kontinentalında yerləşir. Burada Tasmaniya adasının şimal hissələri deməli subtropikin bərabər rütubətlisində, cənub hissəsində isə mülayim dəniz əhatə edir. Əlavə bilgi olaraq qeyd edək ki, Yeni Zelandiyanın da böyük bir hissəsi, yəni şimal adası ilə cənub adasından da nisbətən şimal hissələri subtropikin bərabər rütubətlisində. Deməli, cənub adasında, cənubda qalan ərazilər isə mülayimin dəniz iqlim tipindədir. Avstraliyanın şərq hissəsində Şərqi Avstraliya cəryanı rütubətli hava şəraiti yaradır və ona görə böyük su ayrıcı dağların şərq ətəkləri bol yağıntı alır. Lakin qərbində isə soyuq cəryan keçir və böyük ərazilər, burada quraqlıq müşahidə edilir. Avstraliyanın təbii zonalarına baxdıqda Cape York yarımadasının, yəni York burnu dəyişən rütubətli meşələrdə və böyük su ayrıcı dağlarının şərq ətəkləri dəyişən rütubətli meşələrdədir. Sonra biz savanna seyrək meşələri bu əraziləri əhatə edir. Eyni zamanda cənub-qərb hissəsində də savanna seyrək meşələri rast gəlinir. Onu da qeyd edək ki, savannalara burada skriplər deyilir. Burada səhra yarım səhralara rast gəlinir. Qərbi Avstraliya, Hibson, Simpson, Nallar-Bor düzənlikləri bu ərazilərdə. Daha sonra cod yarpaqlı meşə və kolluqlara isə Avstraliyanın cənub-qərbində və Avstraliyanın cənub-şərqində və qismən də Tasmaniya adasının şimal hissəsində müşahidə edilir. Onu da nəzərinizə çatdıraq ki, bəzən olur ki, testlərdə deyir ki, subtropikin bərabər rütubətli iqlim tipində cod yarpaqlı meşələrə rast gəlinmir. Bu ifadə yanlışdır. Yəni biz buna görə həmin variantı düzgün
götürməliyik. Yəni subtropik bərabər rütubəsində codyarpaqlı meşələr rast gəlinir. Onu da qeyd edək ki, Böyük Britaniyanın formal monarxiya ölkələrindən biridir və federativ inzibati ərazi quruluşuna malikdir. Sahilləri 2 və daha çox okean suları ilə, daha doğrusu dəniz suları ilə yuyulur. Ən böyük hissəsi, yəni daxili suları Avstraliyanın 60% daxili axarsuza, 30% Hind okeanına, 10% isə Sakit okeana aiddir. İnkişaf etmiş ölkələr qrupuna daxildir və əhalinin cins tərkibində qadınlar üstündür. Avstraliyada yerli əhali aborigenlər adlanır və Hind-Avropa dil ailəsinin German dil qrupuna aiddirlər. Burada sivilizasiyanın Qərb sivilizasiyasına aiddir. G20 ölkələr sırasına daxildir. Ərazisində iqlim quraq olduğu üçün, yəni iqlimin isti olması səbəbindən pambıqçılıq inkişaf etmişdir. Buğda istehsalına görə fərqlənən ölkələrdəndir. Ən böyük limanları Port Hedland, Dampier və Newcastle limanlarıdır. Onu da qeyd edək ki, Port Hedland, Dampier deməli Hind okeana, Newcastle isə Sakit okeanda yerləşir. Avstraliyada deməli platforma ərazidə yerləşir. Böyük su ayrıc dağları Paleozoy yaşlıdır. Eyni zamanda Baykal qırşığı mövcuddur burada. Baykaldan əvvəl yaranan Macdonald və Hammersley dağları da məhz burada yerləşir. Qərbi Avstraliya yaylasında Superpit qızıl yatağı məhz açıq üsulla çıxarılır. Litosfer tavasının mərkəzində yerləşdiyi üçün burada seysmiklik müşahidə edilmir.